Salam değerli izleyiciler, hamınızı xoş gördük. Necəsiniz? Əzizlərim, 2026-cı il fevralın 19-u Çılğın Ateli artıq ölkəmizə, dünyaya qədəm qoydu. Əgər Ateli bilirsiniz ki, Çılğın Ateli həmişə müharibələr ili olduğuna görə həmişə yadda qalan ildir və Çılğın Ateli, amma buna baxmayaraq Çılğın Ateli bütün bürclərin çoxsuna gözəl ruzu bərəkət, sevgi, ondan sonra zəhmətkeşlik, arzuya nail olmaq, karyera, biznes sahəsində uğurlar göstərir. Çünki çox bürclərin şansı var ki, məhz bu 2026-cı ildə öz arzularına çatmaq üçün, hətta ailə qura bilməyən subay xanımlara və bəylərə doğrudan da uğurlu, hansı bürclərə uğurlu və hansı bürclərə uğursuz il olacaq. Çünki ailə qurmaq üçün, evlad dünyaya gətirmək üçün, ev almaq üçün, karyera qurmaq üçün məhz bu 2026-cı il çox uğurlu ildir və 2026-cı ilin fevral ayının 19-undan 2027-ci il fevral ayının 19-una kimi tələsmək lazımdır. Və bilmək istəyirsinizsə, hansı bürclər və hansı ildən olanlar uğur əldə edəcək, xahiş edirəm hamınızdan. Bax, sağ tərəfdə plus işarəsi var. O plus işarəsini basın və təqib atın. Çoxlu kommentlər yazın. Çünki səhifəm spamda olduğuna görə mən paylaşa bilmirəm və canlı açıb hamısını deyə bilmirəm. Əgər siz mənə dəstək olsa, çoxlu komment yazsanız bu paylaşımın altından və öz bürclərinizi, illərinizi, doğulduğunuz ayı, ili, günü yazsanız və mən söz verirəm ki, bütün illər haqqında və bürclər haqqında geniş məlumat verəcəm. Xahiş edirəm hamınızdan. Baxırsan 100.000 bəyənmə olur, 100.000 baxış olur, amma onun heç 1000 nəfəri bəyənmir. Bir dənə barmaq qoyub bəyənmək nə var ki burada? Və mən də sizdən nə hədiyyə istəmirəm, nə jeton istəmirəm, nə pul istəmirəm, nə başqa şey istəmirəm. Bir dənə bəyənin, səhifəmə abunə olun və təqib atın və xahiş edirəm altından çoxlu kommentlər yazın. Öpürəm sizi, bağrıma basıram və inşallah ki, bu paylaşımın dalıcan bütün bürclər haqqında məlumatlar dəqiq, heç yerdə eşitmədiyiniz, heç yerdə bilmədiyiniz, görmədiyiniz ən düzgün məlumatlar bu səhifədə veriləcək. Xahiş edirəm, o sağ tərəfdə plusu basın və səhifəmə abunə olun və çoxlu kommentlər yazın. Doğulduğunuz ili, ayı, günü altından qeyd edin. Çoxlu kommentlər yazın ki, spamdan çıxın və bu paylaşımı kəşfiyyətə saldıraq. Öpürəm sizi, bağrıma basıram, gözləyin. Bürclər haqqında tam düzgün məlumatlar yalnız bu səhifədə. Allah'a emanet olun.